Salam əziz Qafqaz Türk izləyiciləri. Bugün Borçanlı Gəzirəm proqramı çərçivəsində Bolnisi Bələdiyyəsinin Faxralı kəndinə baş çəkmişik. Kəndimizin Faxralı adlandırılması haqqında da iki versiya danışırlar. Birində Fağıralı adı ilə o da təhrib olunub, Faxralı olubdur. Gözəl bir qızı istəmədiyi oğlana verilərmiş. O da getmək istəmədiyinə görə evdən qaçıb özünü bu dağda həlak edibdi. Ona görə də adını Gözəlin Dağı adlandırılıbdı. Ali müəllim, bu kəndin tarixi haqqında, Faxralının tarixi haqqında bizə məlumat verə bilərsiniz? Ümumiyyətlə, bu Faxralı sözü hardan gəlir, toponimi mənası nədir və bu kənd sizin fikrinizdə nə qədər illik tarixə malikdir? Kəndimizin Faxralı adlandırılması haqqında da iki versiya danışırlar. Birində Fağıralı adı ilə o da təhrib olunub, Faxralı olubdur. Birində Fəxralı adlandırıblar. İndi bunun ikisi də ağla batandır, inandırıcıdır. Fağıralı deyilən güya hardasa yaşayırmış, o oranda nə iş tutub, nə inibsə də fağırlığından başını götürüb gəlib burada məskunlaşıbdır. Birinə deyilir ki, Fəxralı, yəni o da kimdənsə öz qisasını alıb, fəxr olaraq bir də məğlub olmamaq üçün gəlib bu kənddə məskunlaşıbdır. Bax, adlar oradan götürülüb, hər ikisi də inandırıcıdır, bir növ inandırıcıdır. Lakin təhrib olunub Faxralı adından. Yəqin ki, o da Rus tarixində hərf olmadığına görə Faxr kimi yazıblar, elə də gedibdir. Tarixi isə mənim eşitdiyim və gördüyüm məlumatlarda ən qədim tarixini mən 1458-ci il o tarixi eşitmişəm ki, o dövrdə qədim bir xəritədə 1458-ci il tarixi xəritəsində Faxralı adı işlənibdir. Kəndimiz də iki hissədən ibarətdir. Şahbuzlu, bir də Faxralı da artıq Şahbuzlu adı adlandırılmır. Tam Faxralı adına adlandırılır. Qaldı el xalqın, köhnə kişilərin deməyinə görə təxminən 400-450 illik tarixi var. Amma o xəritə bundan qədimdir. 1458-ci ilin xəritəsində. O xəritə yəqin indi uzaq. O xəritəni mən eşitdim. Bizim Bolnisi rayonundan Valeri Hacılar deyilə, Vali Hacılar. Bax, onun verdiyi məlumata görə o hardasa o xəritədə görübdür. 1458-ci ildə burada Faxralı adı xəritəyə düşübdür. Bax, elə bir məlumatım var. Ondan qədim tarixi eşitməmişəm. Aydındır. Bəs bu Qaradaş, məsələn, hal-hazırda olduğumuz məkanı siz Qaradaş adlandırdınız. Bura, məsələn, Faxralılar üçün niyə xüsusi bir məkandır? Buranın, məsələn, bu kənd üçün hansı önəmi var ki, bu qədər diqqət çəkir? Bu kəndə əvvəla ən yaxın bir məkandır Qaradaş. Bu kəndin ətrafında ilk daşqaya hissə buradır. Mən uşaq vaxtı olanda təxminən söhbətini eləyirəm 64-cü, 63-cü illərin söhbətini. Bura kolluq deyildi, bura böyük bir ərazi idi. Bu Qaradaşın bu uçurub dağıdılmış, patladılmış hissəsi isə çox gözəl bir idman yarışları, oturma yerinə bənzərdi. Bütün məhəlləmizin, kəndimizin aşağı bölgəsinin oğlanları həmişə bura yığışardı. Malımızı, dana buzonumuzu ötürər, burada gözləyərdik və uşaq vaxtının məşğuliyyəti olaraq burada futbol oynayardıq, voleybol oynayardıq, sonra çil yağacı oynayardıq, hətta dirə döymə oyunları da burada çox keçibdi. Mənim xatirəmdə var. Bu deyirəm də 63-64-cü illərdə tam xatırlayıram. Ondan sonra buranı dağıtlar elədilər. Nəsə biraz ərazi pis şəkillə düşdü, bərbad şəkillə düşdü. Sonra da gəliş-gediş azaldığına görə
kollar daha da artdı. Bu meydan çox daraldı, amma geniş meydan idi bura. Və siz qeyd elədiniz ki, o böyük Qaradaşdır, bu da kiçik Qaradaş. Elə bu böyük Qaradaş, kiçik Qaradaş adlandırma bunun elə böyüklüyündən, kiçiyindən görə o bundan hündürdür, həm də bunun ərazisi böyükdür. Elə Qaradaş niyə adlandırılıbdır? Daşın üstünü mamır o qədər çox tutardı ki, elə rəngi qara rəngli olduğuna görə Qaradaş deyərdilər. Orada da istifadə edirlər Orada da istifadə olundu. Vaxtilə orada top yerləşdilərdi. Dolu yağışları olan vaxtları dolunu qaytarmaq, dolunu əritmək, buludu dağıtmaq üçün orada uzun müddət top olardı. Bu Faxralının yetişdirdiyi hansı ziyalı, məsələn, insanlar var, şairlər var, yazarlar var, hansı ki, məhz bu Faxralı kəndinin yetirməsidir? Faxralda deməli elm adamlarımız çoxdur. Hətta professorlarımız, doktorlarımız lap çoxdur. İndi Faxralı haqqında antologiyada çıxıbdı. O kitabda da onun haqqında geniş məlumatlar var. Kifayət qədər elm adamlarımız çoxdur. Hətta hal-hazırda da təhsil almaq, ali təhsil almaq, ziyallıq ənənəsi bizi Faxralda saxlanılır. Məsələn, bölgədə bu tərəfdə elə Bolnus ərazisindəyim ən çox təhsil alan şagirdlər, abituriyentlər Faxraldan olubdur. Hətta məktəbimizin tarixində elə olub ki, 48 nəfər məktəb bir ildə qutarıb 42 ali məktəbə qəbul olubdur. Yəni bizdə oxumaq ənənəsi çox geniş yayılıb, çox müsbətdən davam edir. Elə keçmişində də, bugündə də, sabaha da yağın gözləyirik ki, yaxşı olacaqdır. Mən də uzun müddət məktəbdə müəllim işləyirəm. Abituriyentlərin yetişdirilməsində Allah hamısına halallıq verirəm, əməyim də çox olubdur. Yenə də o ənənə davam edir. Çox gözəldir. Tədris prosesi bizdə güclüdür. Hələ də ənənəni saxlayırıq. Alı müəllim, bu gözəl dağın tarixi haqqında bizə məlumat verə bilərsinizmi? Bu dağın tarixi haqqında iki versiyalı məlumat var. Birinci məlumat belədir ki, Faxralılar ilk dəfə burada bərqərar olanda güya deyilənə görə gözəl bir qızı istəmədiyi oğlana verilərmiş. O da getmək istəmədiyinə görə evdən qaçıb özünü bu dağda həlak eləyibdi. Ona görə də adını Gözəlin dağı. O da biraz təhrif olunub gözəl dağı şəklində adlandırılıbdır. İkinci variant ondan ibarətdir ki, Faxralı ilk dəfə burada bərqərar olunanda bu dayandığımız yerdən tutaraq dağın başına qədər gözəl meşəlikmiş. İri gövdəli ağaclar, palıd ağacları, başqa ağaclar çox imiş. Kəndə xüsusi gözəllik verdiyinə görə elə adını Gözəl dağ qoyublar. İndi bunu hansı nə dərəcədə doğrudur, əlbəttə mən onu tam deyə bilmərəm, ancaq eşitdiyim, bildiklərim bura qədərdir. Bəs bu gözəl dağ ümumiyyətlə xalq ədəbiyyatında, yazarlarda, yerli məsələn şairlərin əsərlərində öz əksini tapmışdımı? Lap çoxdur o şeirlərdə Gözəl dağ haqqında. Hətta bir onu da əlavə edeyim ki, bizim bax bu aşağı məhəllənin hamısına deyilir Gözəl Dağlı məhəlləsi. Elimizin deyilir. Siz bizdə olduğunuz, bax bizim olduğumuz yer hamısı Gözəl Dağlı məhəlləsi. Bu ərazinin özü də Qaradaş, Kiçik Qaradaş deyirlər. Kiçik Qaradaş aşağı Gözəl Dağ məhəlləsi deyəndə hamı bilir ki, bu hansı ərazindir. Qaldı ki, şairlərimizdən Gözəl dağ haqqında şeir yazanlarımız çoxdur. Elə birisi mənim müəllim yoldaşım olubdu. Əlləzov Məmmədəli müəllim. O da Gözəl dağ haqqında şeirlər yazıbdı. Yəni tərənnüm olunubdu bu dağ. Tamamilə şeirlərimizdə, poeziyamızda tərənnüm olunubdu. Bu dağa bir də əlavə gözəlliyi bizim yerli xalq verir. Novruz bayramı axşamı, bax bu durduğumuz yer hamısı qara küllərdir. Maşın təkərləri, bax buradan başlayaraq bütün bu dağın müxtəlif zirvələrində hər yerdə sabaha qədər tonqal yanır. O da Gözəl dağına Novruz bayramı hədiyyəsi olaraq bir əlavə gözəllik verir. Və Gözəl dağda iki hissədən ibarətdir. Biri aşağı bölgə, biri yuxarı bölgə. Hətta ki, cavanlar arasında bir yarış olurdu. Görək kimin çox ocaq qalayacaqdı, kimin tonqal səhərə kimi yanacaqdı. Yəni dağa bir əlavə gözəllik də veririk.
Çox minnətdaram ki, gəldiniz və bizim kənd haqqında olan məlumatları media səhifələrində genişləndirəcəksiniz yəqin ki. Bu səbəbdən sizə çox minnətdaram ki, biz həm rastlaşdıq, həm də mən də bildiyim məlumatlar verə bildim.